Uşaq vaxtı evdə, məktəbdə, qonşulardan yəqin ki, siz də bu cümləni tez-tez eşitmisiniz. Çox güldün ha, indi ağlayacaqsan. Bu zarafat kimi deyilirdi bəlkə də. Amma içində qorxulu bir mesaj var idi sanki. Xoşbəxtliyin sonu ağlamaqla bitəcəkdi. Bu inanc bizə təkcə söz olaraq yox, həm də emosional kod olaraq nəsildən nəsilə ötürülür. Və elə buna görə də bu gün biz sevinəndə, həddən artıq xoşbəxt olanda içimizdə bir tərəddüd yaranır. Öz-özümüzə deyirik ki, bu qədər xoşbəxt olmaq normal deyil. Birdən nəsə olar. Psixologiyada buna təhlükəsizlik reaksiyası və ya kontrast effekti də deyilir. Yəni beyin çox yüksək emosional vəziyyətlərdən sonra dərhal emosional tarazlığı yaratmağa çalışır. Və uşaqlığında xoşbəxtlikdən sonra cəza gəlir kimi təcrübələr yaşamısansa, məsələn, hansısa xoş anlarından, hansısa dəcəlliklərindən sonra dərhal cəzalandırılmısansa, beynin xoşbəxtlik anında o cəzanı gözləmə vəziyyətinə keçir. Bəli, bir çox hisslər o an gəlir, yaşanır, keçir, gedir. Lakin sevinmək, gülmək bədən və psixika üçün ən lazımlı ehtiyaclardan biridir. Və bunları nə isə pis şey olacaq deyə qorxaraq yaşamamaq və ya yarıda qoymaq özümüzə qarşı məncə biraz ədalətsizlikdir. Hər duyğunun haqqını vermək lazımdır. Xüsusilə xoşbəxt anlarda.